İndi mənə dediyin kimi dədəvə dedi. Əcəb eləyir bu. Sənin bu oğlun heç kimi səhər salmır. Onun xalası uşaqların içində zəng eləyib, heç birine cavab verməyib. Öz də aparatını zəng eləməyib. Abal cavab ver, zəng elə, istiqanlı ol. Bəlkə birinin qıçısını, biri xəstələnib, biri ölüb Allah uzaq eləsin. Sən o qədər qudurmuşsan da, hə? Qohum əqrəbən səhər salmırsan. İndi cavab ver dədəvə. Deməli, onun deyir ki, sən qohumlarla danışmırsan, zənglərini açmırsan, onlarla istiqanlıq eləmirsən. Vəbşim, özü göylə aparırsan, saymamazlıq edirsən. Əcəb edirsən. Laf belə əlin içindən gəlir. Elə qohumlarla danışmaqdansa danışmamağım yaxşıdır. Sən nə danışsan, hə? Nə danışıram, ha? Düz derim də, nə? Fərqi qohumlarım var. Durduğu yerdə zəng eləsə soruşun ki, nətərsən, nə var, nə yox, üçün gücün necədir? Pa, bəs özünkülər demirsən? Elə özünkülər deyirəm də, nə? Göylər fərqi deyil. İşlər düşəndə pul lazım onda da mı zəng ellər? Ona görə danışma belə şeylər mənim yanımda. Oğlum, çıx get, işinlə gücünlə məşğul ol. Ana o fikir vermə. Onu qudurdan sənsən də, nə elə? Olmasın, iki başı var. Məzey, dur təpim salcı məğlunatına. Allah çalmanın zadına bax.